Orxan usta beynin saçın qurudur. Ondan sonra da yoxlayacaq görək maşın işləyir yoxsa yox. Normalda işləməlidir inşallah. Babinin xəta kodu var idi, farsunkalarım var idi. Hətta bu babin bir balaca tüstüləməyə başladı. Yəni beyin açıq saxlamışdı. Diaqnoz beyindir. İndi onda yeni beyin gəlib qoşulub göstəriləcək. Əzizləyicilər, Orxan usta bu yeni beyindir. Bu köhnədir. İndi köhnədəki beynin yeprom yaddaşındakı yaddaşı bura köçürdəcək. Ondan sonra avtomobil işə düşəcək. Yəni qeyd edeyim ki, bu beyni sadəcə gətirib suna taxmaqla iş getmir. Bunun immobilizerını da köçürtmək lazımdır bu beyinə. Axırda da nəticəni sizlə bölüşəcəyik. Əzizləyicilər, avtomobilimizi beyni yazmışıq. Açarın işığında problem yoxdur. İndi xoda salacaq avtomobili. Yəni problem avtomobilin beynində idi. Diqqətiniz üçün təşəkkürlər.